Yeni insanlarla tanış olabilirsiniz, sosyal çevreniz canlanabilir ve yeni flört hayatına başlayabilirsiniz. Bu gece yani 23 May tarihinde gökyüzünde aynen Venera Koç burcunda qovuşma açısı gerçekleştireceği için bu gece bu açıdan en çok təsir alacak bürclər Güneş bürcü ve yükselen bürcü ilə daxil olmaqla əkizlər, tərəzlər, dolçalar, qoçlar, şirlər, oxatanlar, buğalar, əqrəblər, balıqlar və qız bürcləri olduğu üçün bu bürclərin bu gece neler yaşayacaklarına dair bir nəzər yetirdikdə münasibətlərdə ani qərarlar ala bilərsiniz. Duygusal qarşılıqlar bu gece biraz yaşayabilirsiniz. Yeni insanlarla tanış olabilirsiniz. Sosyal hayatınız ve sosyal çevreniz canlanabilir. Eyni zamanda yeni flört hayatına adım atabilirsiniz. Ünsiyyət zamanı daha çekici hala gelebilirsiniz. Yaradıcı işlerle məşğul olabilirsiniz. Yaradıcı işler və yaxud da sosial media ilə əlaqəli işlərlə məşğul ola bilərsiniz. Sosial mediada diqqət çəkici kontentlər yarada bilərsiniz. Yeni tanışmalar üçün bu gecə uyğun bir zamanda dəyərləndirə bilərsiniz və eyni zamanda şəxsi maliyyənizdə lazımsız maliyyə xərcləmələri də edə bilərsiniz. Diqqətli olmağa çalışın və bir tərəfdən də bu gecə münasibətlərdə qərar alma ilə bağlı hadisələr yaşaya bilərsiniz.